100 manata ambre verirəm. Saçlarımızı görürsünüz, maşallah, qalın. Ambre, balayaj, yaxşı, balayaj. Deyirlər ki, mən hər saçı açılmağa götürmürəm. Sizin saçınızı deyirlər açacaq, atırlar. Maskalarla düzəldib yola salırlar, saçlarımız sağlam olur. 2-3 aydan sonra görürsünüz ki, vay saçlarım yoxdur. Çünki sizin saçınızı açmaq olmazdı. Onlar götürürlər açmağa, sonra siz onların yanına gələcəksiniz, gəlməyəcəksiniz, onların heç biri umurunda deyil. Bəzən ustalar reklam edir ki, 100 manata ambre verirəm, yəni 100 manatlıq ambrenin içində sizə nə məhsul işlənəcək? Bir də mütləq saçınızda neçə faiz işlənirsə, ondan maraqlanın. Bəzi ustalar var, hətta 9-12% faliqanın içinə müdaxilə edirlər. Yəni bunun nəticəsində saçın yanmamağı mümkün deyil. 2-3-4 hara, 12 hara. Balayajını bitirdi. İndi tonlama və dib boyasına keçirik. Quru-quru eləmək olmaz, yaş-yaş olunmalıdır və ağlar da rahatçılığından yaş-yaş daha gözəl rənglənir. Balayaj eləyirlər. Sonra deyir ki, 7 ayda saçıma boya qoymuram ki, zədələnməsin. Yox, çünki biz o üst qatını çıxartmışıq. Ona mütləq ayda bir dəfə də olsa boya ilə əvəz olunmalıdır ki, saçlar quruyub yıpranmasın. Tonlama və dib boyası bir vaxtda olunur. Balayajımız hazırdır.